أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bu cümə gününü hamımız üçün xeyirli qərar versin. Allah bu gözəl günün feyz və bərəkətindən bizləri binəsib eləməsin. Allah günahlarımızı bağışlasın, xəstələrimizə tezliklə şifa inayət eləsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Gələn günlərimizi daha xeyirli, daha uğurlu, daha bərəkətli qərar versin. Allah müşkül və problemlərimizi həll eləsin. Darda olanlarımıza tezliklə nicat versin. Dünyamıza əminamanlıq versin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan və qəlbini razı salanlardan qərar versin inşallah. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edin. Əmirul Müminin Ali ibn Əbi Talib əleyhissalatu vesselam Küfə məscidində günlərin birində mənbərə çıxır. Və sonra belə bir cümlə ilə öz xütbəsinə başlayır. Deyir: Eyyuhən-nas, innəz-zunubə thələthə. Deyir: Ey insanlar, günahlar 3 qrupa bölünür. Ravi deyir, Həzrəti Əli əleyhissalatu vesselam mənbərdə insanlara müraciət edib bu sözü dedikdən sonra susur. Onun yaxın səhabələrindən biri olan Həbbətül Arani ayağa qalxır, deyir: Ya Əmirəl Müminin, sən çıxdın, müraciət elədin bizə, dedin, ey insanlar, günahlar 3 qismə bölünür, sonra sustun. Davam eləmədi. Həzrəti Əli dedi ki, Həbbətül Arani, mən o 3 qismi ona görə dedim ki, onları izah eləmək istəyirdim. Lakin bir dəfəlik bu mənbərə çıxandan sonra dedim ki, günahlar 3 qismə bölünür. Məni təngə nəfəsliyi tutdu, halım pisləşdi, davam eləyə bilmədim. Həzrəti Əli deyir. Lakin indi mənim halım düzəldi, indi davam edirəm. Deyir, Həzrəti Əli əleyhissalatu vesselam başladı söhbətinə davam eləməyə. Dedi, Nəam, əz-zunubu thələthətun. Bəli, günahlar 3 qismdir. Fəzənbun məğfur, və zənbun qeyru məğfur, və zənbun nərcu li sahibihi və nəxafu aleyh. Günahlar 3 qismdir. Birinci, Həzrəti Əli deyir, bağışlanmış günahlar. Bu günahdır. Eləmirsən, Allah onu sana eləyib, bağışlayıb. İkinci qrup günahlar var ki, heç vaxt bağışlanmayan günahlar. Yəni Allah o günahları bağışlamaz.
Üçüncü, o grup günahlardır ki, insan o günahı eləyib, tövbə də eləyib, lakin hələ də qorxur ki, birdən Allah onu bağışlamaz. Ümid eləyir ki, Allah nə eləyəcək? Onu bağışlayacaq. Üçüncü qismdə nədir? Birinci, bağışlanmış günahlar. İkinci, bağışlanmayan günahlar. Üçüncü, insanın qorxduğu və ümid etdiyi. Yəni, bu da ola bilsin, bağışlansın, ola bilsin, bağışlanmasın. Günahı eləyib, tövbəni də eləyib. İndi bunlar barədə söhbət eləyərik. Həzrəti Əli bu üç qismi deyəndən sonra yenə də Habbatul Arani bu kişi dedi, ya Əmirəl-Müminin fəbəyyin halana. Bizə bəyan elə bunları. Dedim bu ünvanları. İndi zəhmət olmasa bu ünvanların hər birini bizə nə elə? İzah elə. Həzrəti Əli əleyhissalatu vesselam bu mübarək xütbəsində başlayır bu üç günahı bir-bir bizim üçün izah eləməyə. Deyir, əmməz-zəmbul məğfur fəabdun aqabəhullah alə zəmbihi fid-dünya fəllahu əhləmu və əkrəmu min ən yuaqibə abdəhu mərrəteyn. Deyir, insanlar, birinci qrup o günahlar ki, dedim, bağışlanan günahlar, o günahlardır ki, İnsan o günahları eləyib, Allah o günahlara görə insanı dünyada cəzalandırıb. Günah eləmirsən, Allah onlara görə nə eləyib? Dünyada insanı cəzalandırıb. Allah subhanahu və teala bir günaha görə bəndəyə 2 dəfə cəza verməz. Bir dəfə bir günah eləmirsənsə, dünyada onun cəzasını sənə veribsə, onun cəzasını əzabını çəkmisənsə, qiyamət gündə artıq daha ikinci dəfə sənə nə eləməz? Ona görə hesaba çəkməz. Çünki Allah hikmətlidir, Allah ədalətlidir. Bir günaha görə 2 dəfə insana cəza verməz. Əzizlər, bu birinci qrup o günahlardır ki, bəzən biz bilmədən başımıza bəzi hadisələr gəlir. Niyə hədislər deyir ki, bəzi xəstəliklər günahların nəyidir? Kəffarəsidir. Bəzi sıxıntılar, bəzi çətinliklər, bəzən də biz səbəbini bilməsək də, hansısa əməlimizə görə Allah onu bizə nə eləyib? Bir növ imtihan kimi göndərib. Bəzi itkilər, bəzi müsibətlər hansısa günahın nəyidir? Nəticəsidir. Belə olan təqdirdə Həzrəti Əli əleyhissalatu vesselam deyir ki, bu insan bax, şükür eləsin Allaha ki, Allah bu dünyada onun o günahının əvəzini nə elədi? Ona verdi, ahirətə onun üçün heç bir şey saxlamadı. Onu təmizləyib apardı. Ona görə də böyük ariflər, alimlər belə deyirlər ki, bəzən sıxıntılar, bəzən bəzi problemlər Allahın sənin üçün göndərdiyi elçilərdir. İstəyir o sıxıntı, o çətinlik vasitəsi ilə səni nə eləsin? Təmizləsin, ahirəti heç bir şey qalmasın. Madam hansısa bir günaha görə Allah səni nədir, bir imtihana çəkib, sənə xəstəliyi düçar eləyibsə, hansısa bir günaha görə, hansısa bir çətinliyə səni mübtəla eləyib, sən əziyyət çəkmirsən ondan. Hansısa sənin başına bir bəla gəlibsə, bir itkin olubsa, hansısa günahının sayəsində artıq sən o günahın cəzasını bu dünyada almış olursan. Ona görə Həzrəti Əli deyir, o günaha görə artıq sən ikinci dəfə cəza almayacaqsın. Çünki Allah ədalətli Allahdır, bir günaha görə 2 dəfə cəza tətbiq eləməz. Bu birinci. Ona görə baxın, bizim həqiqətdə də bəzən problem bildiyimiz, bəzən çətinlik bildiyimiz məsələlər bizim təmizlənməmiz üçündür. Bəzən də bizim cəmiyyətdə mömin insanların etirazları ki, niyə mömin həmişə çətinlikdədir? Niyə sıxıntıdadır? Niyə filan kəs dünyanın bütün hoqqalarını vermişdi, bütün günahlarını eləmişdi, zülümlərini eləmişdi, rahat öldü. Amma mömin isə nədir? Çətin öldü. Bax, bu hədisə diqqət edəndə biz bu məsələlərin açıqlamasını nədir? Müəyyən qədər başa düşürük ki, Allah mömini burada sıxır ki, ahirəti yaxşı olsun. Allah fasıqi, kafiri burada rahat həyatla təmin eləyir ki, ahirətə onun üçün heç bir şey qalmasın.
Bu ilahi bir ədalətdir ki, Allah Qurani Kərimdə özü söz verib ki, kimin zərrə qədər də yaxşı işi olsa onun əvəzini alacaq, kimin zərrə qədər pis işi olsa da onun cəzasını nə eləyəcək? Çəkəcək. Biz bugün görürük ki, məsələn, bəzən qardaşlar deyir ki, filan kəs mən bilirəm ki, açıq, aşkar bunun qazancı haramdır. Açıq, aşkar zülm eləməklə, bunun haqqına girməklə, bizim el dilində desək, buna atmaqla, bundan uğurlamaqla məşğuldur. Qazancı da bundandır, amma bununla bərabər nə eləyir? Bir də görürsən ki, yaxşı işlər də görməyə səy eləyir. Sədəqə verir, yetim saxlayır, filan eləyir. Töv günahla məşğuldur ya. Amma yenə də bundan bərabər nə eləyir? Yaxşı işlər də görür. Baxın, Allah o yaxşılıqların əvəzini bu dünyada verir ona. Burada yaşadır. Cəmaat onu tərifləyir, cəmaat içində yaxşı tanınır, yaxşı həyat yaşayır, yaxşı miniyi, yaxşı evi olur. Amma ahirətdə isə işi nə olur? Bərbad olur. Bütün əməlləri, səyləri püç olur. Və buna görə də baxın, bu nöqtəyə diqqət eləmək lazımdır. Bu birinci qrup günahlardır ki, Həzrəti Əli bunu bu cür izah elədi bizə. İkinci, hansı günahlarıdır? O günahlar ki, heç bağışlanmır. Allah onu bağışlamır. Deyir, və əmməz-zəmbu'l-ləzi la yuğfər. Bağışlanmayan günahlara gəlincə isə Həzrəti Əli deyir, fəmməzalimul ibadil ba'dihim li ba'd. Bəndələrin bir-birlərinə elədikləri zülümlər. Allah oralarına eləmir, bağışlamır. Baxın, indi mən bu sözləri tərcümə edeyim, bəzi məsələləri deyəcəyəm sizə. Demək, Allahın özünün bağışlamadığı günahlar, deyir nədir? İnsanların, cəmiyyətin, bəndələrin bir-birlərinə etdikləri zülmlər. Mən sənə zülm eləmişəm, sən də mənə zülm eləmişsən. Mənim haqqıma girmişsən, sənin haqqıma girmişəm. Bütün bunlar nədir? İnsan haqqıdır. Həzrəti Əli deyir, Allah bunları keçmir. Hədisin davamına diqqət edin. Deyir, İnnəllaha təbarəkə və təala İzə bərrəzə li xəlqihi əqsəmə və yaxud İzə bərrəzə xəlqəhu əqsəmə qəsəmən alə nəfsihi. Deyir, Allah Subhanahu və Teala o gün ki insanları gətirər hesaba, haman günü özünə and içib. Allah özü özünə and içib. Nə deyib? Deyib, və izzəti və cəlali la yəcuzuni zulmu zalimin vələv kəffun bi kəff vələv məshatun bi kəff vələv nathatun ma beynəl qarnai iləl cəmmə. Deyir, Allah özü izzət və cəlalına and içib ki, qiyamət günündə buradan bir-birinə zülm eləyənlər keçib gedə bilməyəcəklər. Ta ki o zülm məsələsi həll olunmasa, bu ərəsatı məhşəri o insanlar keçib gedə bilməyəcəklər. Sonra Həzrəti Əli misal gətirir. Deyir, o olunan zülm hətta bir sillə belə də olsa. Kəffun bi kəff. Əgər sən nədir, birinə bir sillə vurmusansa, o silləni ya gərək sənə halal eləməlidir, ya da gəlib sənin üzvü onu vurmalıdır. Həzrəti Əli deyir, hətta əgər öz əli ilə yavaş bir dürtmə, bir itələmə sənə eləyibsə, o da zülümdür. Onun da cəzasını çəkməyib hesaba gedə bilməzsən. Sonra nə deyir? Burası çox maraqlıdır. Görün, Allah nə qədər ədalətlidir. Deyir, əgər iki heyvan bir-biri ilə buynuzlaşsa, kəllə və kəllə gəlsə döyüşürlər heyvanlar. Birinin buynuzu var, digərinin buynuzu yoxdur. Buynuzu olan, buynuzu olmayanı ki öz buynuzu ilə vurub, Allah qiyamət günündə o buynuzu olmayanın haqqını da buynuzlu heyvandan alacaq. Ki o yazığın buynuzu yox idi, sən nə işin vardı ona kəllə vururdu? Diqqət edirsiniz. İndi gələcəyəm bir iki cümləyə, bura diqqət edin. Deyir, fəyəqtassu lil-ibadi ba'dihim min ba'd. Orada insanlar bir-birlərindən qisaslarını alacaqlar. Sillə vurmuşdun mənə,
Gəl bura, halal, ya halal edirəm, ya gəl bir sillə vurum sana. İtələmişdin, zülm eləmişdin, haqqıma girmişdin. Bütün o şeylər qiyamətdən qabaqdır ya bu. Yox, bərzəxdən sonra hələ hesab kitaba gedməzdən qabaq. İndi gələrəm bura. İndi hədis də özü onu deyir Hasandır. Deyir, hətta la təbqa li əhədin ala əhədin mazlimə. Bütün bu işlər, bəndələr arasında bu hesab kitab o həddə qədər davam eləyər ki, heç kimin boynunda zülm haqqı qalmasın. Hamısı alınandan sonra nə olacaq? ثُمَّ يَبْعَثُهُمْ لِلْحِسَابِ. Sonra insanlar bir-birlərindən haqqı aldılar, tamamlandı, insan haqları məsələsi bitdi bu mərhələ. Sonra Allah onları qiyamətdə özü hesaba çəkməyə çağıracaq. Gətirədiniz? Yəni qiyamətdən qabaq biz insanlar üz-üzə gələcəyik. Sən mənə zülm eləmişsən, mən sənə zülm eləmişəm. Sən mənə... Ona görə əziz qardaşlar, burada bu hədis əgər bir şeyə dəlalət edirsə, ona dəlalət edir və ona dəvət edir ki, biz bu ikinci Allah özü deyir ki, mən onu bağışlamayacağım. Bu hədisdən belə başa düşürük ki, insanın haqqı Allah haqqından nədir? Üstündür. Çünki Allah öz haqqını bağışlayır, amma insanın insana elədiyi zülmü bağışlamır. Deyir, get öz hesabı ondan gör. Və Allah insanın insan boynunda haqqını öz hesabından, öz məhkəməsindən nədir? Qabağa salır. Öz məhkəməsindən nə edir? Qabağa salır. Deyir, hələ insanların o zülm məsələləri bitsin, sonra mənim hesab kitabım. Buna diqqət edədiniz. Ona görə buna diqqət edin ki, insanlar əvvəl öz aralarında hesablaşacaqlar, o zülm aradan gedəndən sonra Allahın sorğu sualı olacaq. Bu da ona dəlalət edir ki, Allah bəndələrin haqqını, insan haqqını heç vaxt kesməyəcək, ta ki sahibi kesməsin. Bu məsələlərə biraz diqqət eləmək lazımdır cəmiyyətdə. Bizim nə qədərimiz bir-birimizə zülm eləyirik. Hələ qalsın o böyük zülmlər, kiçik zülmlər, hədis deyir, hətta bir sillə də olsa belə, balaca bir itələmə də olsa, ona görə də dayanacaqsan. O dayanmaq da neçə min il çəkər, onu bilmirəm. Demirəm neçə il, neçə min il çəkər, bilmirəm. Ona görə bu hədislər var, belə deyir. Ona görə sən bir silləyə görə dəyər ki, biz gedək orada min illərlə dayanaq. Yadınıza salın, biz indi Allah hamıza ziyarət nəsib eləsin inşallah. Bu sərhədləri keçəndə gedirdik biz o Məşədə, Kərbalaya. Biraz basa-bas olanda, bir saat orada qalanda adamın bağrı çartlayırdı. Hələ o nədir? Sərhəd keçsəndə belə deyir. Ərəsat məhşərdə bəzi insanlar boyunlarında olan haqlara görə min illər dayanacaqlar. Bunu biz həqiqətən əgər başa düşsə bu söz nədir? Bunun qorxusundan, təhlükəsindən gecə səhərə kimi xofdan, qorxudan yata bilmərik. Lakin söz kimi deyirik, yenə də bir iki cümlə qabaq dediyim sözü yadınıza salın. Bizim problemimiz praktikadadır. Nəzəriyyəni əla bilirik. Yəqinimiz yoxdur. Nəzəriyyə kimi bu hamısını danışırıq, amma bu imam nə üçün belə şeydən narahat idi, ağlayırdı, sızlayırdı, məsum ola-ola Allaha yalvarırdı. Niyə? Çünki bilirdi nədir. Bizim problemimiz isə o yəqin, o qətiyyətimizin nə idi? Olmamasıdır. Ona görə bu məsələdə də əzizlər, bizim Həzrəti Əli o birgə insanların birgə yaşayışı, bir-birlərinə zülm eləməmələri, bir-birlərinin haqqına girməmələri, kimliyindən asılı olmayaraq. Biz cəmiyyətdə bir insanıq. Hamımız Adəmdən və Həvvadanıq. Onlar da torpaqdandılar. Kimsə güclü olduğuna görə zəifə zülm eləməməlidir. Kimsə əlində qüdrət olan təqdirdə zəifi basmamalıdır, əzməməlidir. Bu nədir? Birgə yaşayış təmir. Kimsə əqidəyə görə bir-birini təhqir eləməməlidir. Bizim imamlarımız bu həddə nədir? Bizi ehtiyatlı olmağa dəvət edirlər. Bəli, sənin əgər doğru düzgün saydığın əqidə budursa, sən öz əqidəvi yaşamaq, onu yaymaq, onu təbliğ eləmək sənin haqqındır. Amma yox, mən haqqam, sən batilsən, mən səni əzməliyəm. Bu nədir? Bunu bizim dinimiz qəbul eləmir.
Ona görə bizim cəmiyyətdə hətta bir sillə qədər də kiməsə elədiyimiz zülm barədə Allaha cavab verəcək. Bir məsələ var. 3-cü qismə keçməzdən qabaq onu deyim. Baxın, bu hədis bizə deyir ki, hətta heyvanlar arasında da olunan zülmün qiyamət günündə hesabı var. Yaxşı, buradan belə bir sual meydana gələ bilər ki, haqlı olaraq sual verə bilərsiniz ki, axı bəzi heyvanların yemləri nədir? Allah tərəfindən təyin olunub ki, o heyvan yeməlidir, düzdür? Yırtıcı heyvanlar ki, öz yeməklərini təminləmək üçün hansısa heyvanı parçalayıb yeyir də. Və yaxud bir nəfər var idi, Allah rəhmət eləsin, Sabir əmini. Burada olanlar bəziləri onu tanıyır da, Allah onun ruhunu şad eləsin, ruhuna bir salavat hesab edir. Günlərin birində Sabir əmi mənə burada bu piləkən üstə bir sual verdi. Namazdan çıxırdık, dedi ki, hacı, bu toyuq cücə, qoyun quzu, bu heyvanlar nə günah işlədiblər ki, biz bunları elə kəsib yeyirik. Biz bunları kəsməklə, yeməklə, bunlara zülm eləmirik. İndi deyirik ki, qiyamət günündə hər bir şeyin nədir? Hesabı var. Biz götürürük, heyvanı qoyuruq, kəsirik onu, doğrayırıq, yeyirik. Bunun cavabı nədir? Bax, ha vaxt bu zülm sayılır? Əgər məqsəddə ədavət varsa, sənin məqsədin nədir? Ədavət bəsləməkdirsə. Yox, Allah təbii şəkildə mən insan üçün müəyyən heyvanı, müəyyən quşu qida kimi xəlq edibsə, mən normal ədavət tutmadan onu nə edirəm? Deyilən qaydalara riayət eləməklə kəsirəm, yeyirəmsə, Allah bunu mənim üçün qida təyin edibsə, mən ona zülm eləmiş olmuram. Hansısa heyvan üçün, hansısa heyvan ov kimi Allah onu bu cür təyin edib ki, bu heyvan ət yeyən heyvandır, meşələrdə falan, bunu yeməlidir ki, yaşasın da, belə deyir. Hansı heyvana zülm? Ədavət, çirkinlik. Məsələn, sənin bir dənə buna, çünki bu günləri elm də sübut edib ki, biz deyirik ki, heyvanların ağlı yoxdur. Bəli, onlar insan kimi deyirlər, amma müəyyən formada onların da qavrama qabiliyyəti var. O da evdən çıxıb öz evin qayda bilirsə, demək düşüncəsi var, sahibini tanımağı var. Bütün bunlar nədir? Onu da hiss eləmək, müəyyən qədər Allah ona da bu şeyləri verib. Ona görə hansı heyvan təcavüzkar sayılan heyvan cəzasını alacaq. Amma yox, öz rüzüsünün ardınca gedib elə onun yeməyi odursa, o yox. Buna görə baxın, rivayətdə təsəvvür edin, nə deyir Həzrəti Əli? Buynuzu olan, buynuzu olmayanı vurarsa. Çünki o güclüdür, buynuzu olmayan nədir? Gücsüzdür. Bu bir növ bizim üçün də bir ibrətdir ki, güclü gücsüzü nə eləməsin? Əzməsin. Bax, bunun hesabı var. Bugün sənin əlində qüdrət var, kəsmə cəmaatın başını. Bu günləri sənin əlindədir, söz yiyəsi, sən eləmə. Çünki heç vaxt məzlumun ahı yerdə qalmayacaq. Biz cəmiyyətdə bax, bu etiqadla, bu gözəlliyi, bu bərabər yaşamanı, bir-birimizlə yola getməyə, bu hədislərdən öyrənsək, bilirsiniz biz harada yaşayırıq? Bilirsiniz hansı gözəlliklər bizi gözləyir? Mən dəfələrlə bu mənbərdən demişəm, yenə də təkrar edirəm. Bu günləri hələ o torpaq məsələləri qalsın, mülk məsələləri qalsın. Bu günləri irs məsələləri bizim cəmiyyətimizdə bərbad vəziyyətdədir. İrs məsələləri. Ata dünyadan köçüb gedəndən sonra onun malı, mülkü necə bölünməlidir? O məsələlər bizim aramızda bərbad vəziyyətdədir. Ona görə mən dəfələrlə buradan demişəm, yenə də deyirəm. Lap belə köçüb getsək, ayrı-ayrı yerlərdə yaşasaq da, qızlar ərə gedib ailə sahibi olsalar da, ata mülklərində nədir? Onların haqqı var. Qardaşlar neçə nəfərdilərsə hamısının haqqı var atanın mülkündə. Ona görə bir-birimizdən halallaşmalıyıq. Və əks təqdirdə oradan qılınan namazlar işgallıdır. Orada olunan bütün işlər, əməllər müşkül problemlidir. Bu məsələlərə diqqət eləməliyik biz. Bu məsələləri diqqət nəzərində saxlayın. Nə qədər bu dünyada üç qardaş birimizdən halallaşın. Ehtiyacın yoxdur, heç bilmir məsələn. Bir qardaş sən deyən mən sənə halal eləyirəm. Yaxud bilir, gəl halallıq al. Çünki əgər bir silləyə görə bu məsələlər baş verəcəksə, onda vay olsun bizim
halımızadır. Bu ikinci növ Həzrəti Əli bura qədər izah elədi. Üçüncü o hansı növüdür? Və əmməd zənbu thalith. Üçüncü günah isə fəzənbun sətərəhullah alə xalqihi. Bu o günahdır ki, Allah o günahı sahibi eləyib, amma Allah onu gizlədib. Sən bilirsən, Allah bilir. Bax, hədislərdə var, bəzən Allah bizim elədiyimiz günahları bizi qorumaq üçün hətta mələklərinə belə göstərmir. Nə qədər mehribandır. Hətta mələklərinin gözlərində də maneə yaradır ki, sənin günahını görməsin. Bəlkə nə eləyəsən? Həya eləyəsən, tövbə eləyəsən. Ki, şahid qiyamət günündə olmasın. Mələklərə də göstərmir bəzi rivayətlərdə. Nə qədər burada deyirlər ki, atadan da, anadan da mehribandır Allah və budur. Deyir və əmməd zənbu thalith. Üçüncü günah nədir? Fəzənbun sətərəhullah alə xalqihi. Allah o günahını eləyib, gizlədib. Sən eləmirsən, Allah onu göstərməyib cəmaata. Görməyiblər. Və rəzəqəhu təvbətə minhu. Bir müddətdən sonra Allah ondan tövbə eləməkdən eləyib, ruzi eləyib. Nemət kimi Allah sənə hidayət eləyib, elədiyin günahdan bir müddətdən sonra nə eləmirsən? Tövbə eləmirsən. Düzdür. Deyir, fəəsbəhə xaifən min zənbihi, raciyən li rabbihi. Deyir, bu üçüncü qrup insanlar necə olurlar? Bəli, günah eləmişəm, hamımız günahkarı eləmişik, müəyyən tövbələr də, burada elə bir insan yoxdur, günah eləyib tövbə eləməz. Düzdür. Deyir, amma biz günahı eləmişik, Allah örtüb, göstərməyib cəmaata, biz də ondan tövbə eləmişik. Yəqin bilirik ki, Allah bizim tövbəmizi qəbul eləyib. Ona görə bax, mömin insan o yəqin olmadığı üçün qorxu içində yaşayar. Ümidi olar ki, Allah onu bağışlayar. Qorxu içində yaşayar, ümidi olar ki, Allah onu nə eləyər? Bağışlayar. Bu üçüncü qism budur. Ola bilsin bu üçüncü qism getsin hansı qismə qovuşsun? Bir ya, Allah bağışlasın onu. Ola bilsin bağışlamasın, olsun ikinci qismdən. Ona görə bu üç insanın özündən asılıdır. Allah örtüb, sən də tövbə eləmirsən, buna baxmayaraq qorxu içində yaşayırsan və ümid edirsən ki, Allah nədir? Bağışlayar, çünki Allah rəhimlidir. Çünki hədislər bizə deyir ki, günahdan tövbə eləyən elə bir günah eləməyən bir şəxs kimidir. Amma yenə də nədir? Biz buna tam əminliklə deyənmərik ki, mən elədim, elə günah elədim, Allah məni bağışlayıb elə. Bu sözü heç kim iddia edə bilməz. Bu üçüncü qrup nədir? Günahdır ki, İnsan ondan tövbə eləsə də qorxur, qorxu içində yaşayır, amma ümidi var ki, Allah nə eləyər? Bağışlayar. Bu da Allahın bizə bir lütfüdür, əzizlər. Bu sözü, bu ifadəni mən buradan həmişə demişəm. Və yenə də təkrar edirəm. Allahın bizə verdiyi ən böyük nemətlərdən biri budur ki, bizim eybimizi bir-birimizin qarşısında nə eləmir? Açmır. Vallah, billah və tallah. Əgər Allah bizi bir-birimizin içində rüsva eləsəydi, bizim hər elədiyimizdən bir-birimizdən xəbərdar olsaydı, mən bu ifadəyə görə üzr istəyirəm, amma deyəcəyəm, tüpürərdik bir-birimizin üzünə. Bir-birimizin yanında qalmazdıq. Buna görə biz gərək səcdəyə gedək, şükür ilahi. Biz eləmişik, sən göstərməmişsən, məni ideal kimi görürlər. Səni ideal kimi göstərib. Amma hər kəs özünün necə olmasını yaxşı bilir. Bu üç qrup insanlar, baxın, imamlar bu arada nə deyir? Deyir, فَنَحْنُ لَهُ كَمَا هُوَ لِنَفْسِهِ. Bu üçüncü qrup insan özünə qarşı necədirsə, imam deyir, Həzrəti Əli, biz də onun üçün o cürük. Yəni o tövbə eləyib, günah eləyib, Allah gizlədib. Tövbə eləyib. Yenə də qorxu içində yaşayır, ümid edir ki, Allah nədir? Bağışlayacaq. Əhl-i Beyt, Həzrəti Əlidir, biz də onun üçün belə düşünürük. Biz də onun haqqında qorxuruq ki, birdən nədir? Allah onu bağışlamaz və ümid edirik ki, Allah nədir? Onu bağışlamaz. O şəfaət ki, deyir ya, bu insanlar üçün. Nərcu ləhur rəhmə. Biz onun üçün Allahdan ona rəhm eləməsini ümid edirik. Rica edirik ki, Allah onu nə eləsin? Bağışlasın. Və nəxafu aleyhil əzab. Onun da əzaba düsar olmasından qorxuruq. Çünki qərar sahibi kimdir? Allahdır, qardaş. Əhl-i Beyt şəfaətçi olsa da belə, onların Allah yanında şəni
nə qədər yüksək olsa da yenə qəbul edən kimdir? Allahdır. Ona görə əziz qardaşlar, əbədi dost və ən sadiq dost kimdir? Allahdır. Vay olsun o insanın halına ki, bu cür vəfalı dostu bir gün özünə nə eləyə? Düşmənə çevirə. Onda daha artıq nədir? Ona heç bir çarə yoxdur. Allah and verirəm izzət və cəlalına, Muhammed və Ali Muhammedin hörmətinə. Biz hamımız insanıyıq, hamımız günahkarıyıq. Allah bizim günahlarımızı bağışlasın. Bağışlanmayan günahlardan bizi təmizləsin inşallah. Nə qədər ki bu dünyadayıq. İnsan haqqı, qul haqqı, bunları insanlarla halallaşmamış dünyadan bizi köçüb aparmasın inşallah. Yəni belə həqiqətən də böyüklərin böyük duadır və böyük kişilərin duasıdır. Allah bizi insan haqqı boynumuzda olaraq dünyadan aparma. Allah Subhanahu və Teala dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Əskər balalarımızı düşmən şərrindən, hiləsindən, gülləsindən hifz eləsin. Əmin-amanlığımızı bizlərə çox görməsin. Gələn günlərimizi daha xeyirli, daha uğurlu, daha bərəkətli qərar versin. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir: Bismillahirrahmanirrahim. Vel asri innel insana lefi khusr illellezine amanu ve amilus salihati ve tevasav bil haqqi ve tevasav bis sabr. Amenna billah. Sadakallahul aliyyul azim. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.